Yanvarın 7-sində pravoslavlar xristianlığın əsas bayramlarından biri olan İsa Məsihin Mövludu gününü qeyd edirlər. Böyük bayram yanvarın 6-sında müqəddəs axşamdan başlayır. Pravoslavlar üçün bu 40 günlük orucun son günü və İsa Məsihin Mövludu gününün qeyd olunmasına gücləndirilmiş hazırlıq vaxtıdır. Yanvarın 6-sından 7-sinə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər keçirilib. Azərbaycanın paytaxtında yerləşən müqəddəs Mürdaşen Zənnənlər Kafedralı və ya Jen Mironositis Pravoslav Kafedral kilsəsində Milad bayramı xidmətinə başlamazdan əvvəl Bakı və Azərbaycan yepiskopu Aleksi ölkəmizin bütün sakinlərini Milad bayramı münasibətilə təbrik edib. İlk növbədə ölkəmizin bütün sakinlərini Rəbbimiz İsa Məsihin Mövludunun nurlu bayramı münasibəti ilə təbrik etmək istəyirəm. Bu bayram Rəbb İsa Məsihə inanan insanları birləşdirir. Lakin bu bayrama sülhə, rifaha və mehriban qonşuluq münasibətlərinə can atan bütün xeyirxah insanlar da biganə qalmır. Pravoslav xristianlar bayramı kilsə ənənəsində nəzərdə tutulduğu kimi qeyd edirlər. Bayram ərəfəsində Milad axşamı sərt oruc tutulur. Pravoslav xristianlar gecə yarısı keçirilən ibadətdə birlikdə olmaq üçün hazırlaşırlar. Məhz həmin vaxt müqəddəs yazının kilsə rəvayətinə əsasən Rəbb İsa Məsihin mövludu baş verib. Həmin gecə Beytüləhimdə ulduz parlayıb, mələklər peyda olub və onlar Rəbbimizin doğulduğu yerə həm tarlada olan sadə insanları, çobanları, həm də uzaq ölkələrdən gəlmiş müdrikləri gətiriblər ki, yer üzündə doğulan Tanrıya birlikdə səcdə etsinlər. Milad gecəsi yepiskop Aleksi müqəddəs Mürdaşen Zənnənlər Kafedralı və ya Jen Mironositis Pravoslav Kafedral kilsəsində ilahi liturgiyanı icra edib.